Aşağı qonşu bir dəfə gəlmişdi səs-küyə ki, sizdə inşaat bitmir. Əsərləri göstərən kimi nəyə gəldiyini unudur. Olub ki, son anda demişəm, yox, satmır. 2 ildir artıq Abadçıyam. Alıcı ilə bizim aramızda körpüdür Abad. Bunun yaradıcısı riyaziyyat müəllimi olub. 19-cu əsrdə şagirdlərinə bunun köməyinə riyaziyyatı öyrədilmiş. Bizdə isə 10-15 ildir string art var. Uzun ömürlü olsun deyə simlərdən daha çox istifadə edirəm. Çox kiçik ölçülü olanlar 2 günə, amma bəzən olur 1 ay, 2 ay mən onun üzərində işləyirəm. Eskiz çəkilir, sonra mismarla o eskizi biz işləyirik taxtanın üzərində. Art terapiya qrupuna daxildir. O işlə məşğul olan insan sakitləşir, amma ətrafda tərsinə ola bilir bəzən. Bizdən aşağı qonşu bir dəfə gəlmişdi səs-küyə ki, burada sizdə inşaat bitmir. Əsərləri göstərən kimi onlar da artıq nəyə gəldiyini unudur. Olub ki, müştəri ilə danışmışam, artıq əsəri götürəcək, son anda demişəm, yox, satmır. Ən son sərgimiz mərhum millət vəkili Qənrəxan Paşayevanın Şuşa doğumlu ziyalılar kolleksiyası. Qismət olmadı. Təklif eləmişdim ki, Qənrəxanla sizin də portreti hazırlayın. Deyildi, yox, biz bizdən öncəkiləri yaşadaq ki, bizdən sonrakılar da bizi yaşatsın.